kolumuzun yeni logosudur. İndi Vüsal qardaşın maşınına vurduq. Saat 7-yə qədər də mən indi Xəzərin turğundayam. Kim istəyir gəlib götürə bilər. Deməli, vurma prosedurunu başa salım. Kim istəsə evdə özü ayrıca vura bilər. Mən vura bilməsəm. Deməli, ilk öncə biz buranı təmizləmişik bayaqdan. İndi bunu loqonu qopardırıq. Dəqiqə. Nakletasını qopardırırsan. Təsvir, bir yaxdan qopquşda. Gördüğünüz kimi logo bu şəkildə ayrılır. Bayaqdan təmizlədiyimiz yeri zibilləmə işləri gelir. Təmizləyəcəyik sonra. Bunu vururuq belə, düzdür də, elə. Babalı sənin boyu, necə istəyirsən elə. Bu formada loqonu vurduq. Bizə dəsmal lazım olsa. Dəsmal var mı? Dəsmal verəcək. Benim şöyle bakarım təzdən yapmışım. Hə, dəsmal gəldi birdən-birə. İndi loqonu vurduq. Başlayırıq onu bərkitməyə. Vurma, maşına vurma, palçığa vurma. Bunu bərkidəcəyik. O qırağını kəsmək lazım olacaq. Hazıram. Fare stopa gələn yeri. Stopa gelin. Hadi oradan lazım da değil. Lazım da değil. Lazım değil. Sağ tələsdi biraz. Sürprizine xəbər yox. Sürprizimiz de var. Sağ ol. Bu da bunun mənə elədiyi köməkliyi. Lazımsa sən mənə kömək. Çəkirsən, hə? Hə. Qəşəng, qəşəng. Böyle tam rahat şəkildə çıxır. Gözəl. Burada bəzi loqolarda qalıb, amma narahat olmayın, kəsilib sadəcə olaraq balaca deyinə yoxdur. Onu əlinizlə belə qopardırsınız. Gözəl. Daha da dırnağınızla. Öyleysə kəsiniz var. Nocapqa ilə çıxartmaq olar mı? Ehtiyac yox. Onu sən dırnaq verir. Napillik, nocapqa deyirəm. Ya bro. Ne? Ben geri onu şeyi çıkardım orada. Opel yazdı. İstəyirsən çıxart, sən çıxartma. Bu qədər sadədir vurma proseduru. Narahat olmayın, moykada qopmur. Altında hava qalıbsa üzü yayadikcə hava itəcək. Daha da moyka gördükcə, su gördükcə daha da bəlkə. Xeyirli olsun, onu çəkməyəm yox.